Hər boğulma tutmasında ölüm qorxusunu yaşayan insanlar, bəli, bronxial asmadan uzun müddət əziyyət çəkən və doğru düzgün müalicə almayan pasientlərimizdə tez-tez biz panik ataq xəstəliyini görürük. Belə ki, təkrarlayan boğulma tutmaları, xırıltı, xışıltı, təng nəfəslik, hava çatışmazlığı hissi onlarda öləcəkmiş kimi, nəfəsi dayanacaqmış kimi duyğuları aşılayır. Bildirmək istəyirəm ki, asmadan əziyyət çəkən pasient əgər doğru düzgün müalicə alarsa, boğulma, xırıltı, xışıltı, təng nəfəslik olmadan tam sağlam insan kimi yaşaya bilər. Və adətən belə xəstələrimiz hansı ki uzun müddət doğru düzgün müalicə almayıb, biz onları müalicə etdikdən, bütün şikayətlərini sıfırladıqdan sonra belə onlarda ölüm qorxusu qalır və onlar bəzən dərmanları yanında olmadan yola çıxmır. İşə getmir. Xəstə deyir, doktor, sizin yanınıza gələnə qədər heç bir şikayətim yoxdur, lakin yolda dərmanı götürmədiyimi xatırladım və məni boğulma tutması tutdu. Bildirmək istəyirəm ki, asma öldürmür. Əgər siz doğru düzgün ixtisas həkimində protokollara uyğun düzgün müalicə alarsınızsa, heç bir şikayətiniz olmadan tam sağlam insan kimi yaşaya bilərsiniz. Asma xəstəsi düzgün müalicə almadıqda həm həyat keyfiyyəti pozular, həm də bununla yanaşı təşviş, həyəcan, qorxu və panik atak yaranar.